Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda mən qış üçün meyvələri necə saxlamaq olarsa, onu sizinlə bölüşmək istəyirəm. Gilasları əvvəlcədən tərtəmiz yumuşam, suları süzülüb, quruyub. İndi isə saplarlarını çıxardıb bir padnosa və yaxud da bir siniyə yerləşdirirəm. Meyvələrin hamısını bu şəkildə padnosun içərisinə düzürəm. İstəyə görə, əgər qışda piroqlarda, başqa cür şirniyyatlarda istifadə edəcəksinizsə, o zaman çəyirdəklərini də çıxardıb hazırlaya bilərsiniz. Mən gilasların hamısını saplaqlarını çıxardıb düzdüm. İndi isə dondurucuya yerləşdirirəm. Tam donduqdan sonra, bu vəziyyətdə olduqdan sonra artıq bu cür saxlama qablarına yerləşdirirəm. Və bu vəziyyətdə saxlama qabında, dondurucuda uzun müddət saxlamaq mümkündür. Gilasları artıq hazır etdikdən sonra dondurucuya yerləşdirirəm və öz həyətimdən yığdığım moruqları da tərtəmiz yumuşam və indi isə kağız salfetin üzərində sularının tam çəkilməsi üçün gözlədirəm. Tam suları çəkildikdən sonra eyni vəziyyətdə gilasdakı kimi padnosun içərisinə moruqları da düzürəm. Və dondurucuda tam donduqdan sonra eyni qayda ilə saxlama qablarına yerləşdirirəm. Eyni qayda ilə moruqları da saxlama qabına yerləşdirdim və dondurucuya yerləşdirirəm. Videom əgər xoşunuza gəldisə, kanalıma abunə olub videomu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.